Çəkilişin baş sponsoru Hacı Seylon çayları. Bu dünyada körpə qığıltısından təntənəli himn yoxdur. Körpəni isə bəşəriyyətə əlbəttə ki, qadınlar bəxş edir. Qadın kainatın nümunəvi istehsalıdır. Qadın kainatın ən sevilən, ən dəyərli nemətidir və sözün əsl mənasında qadın adı çəkiləndə nəvaziş, sevgi, yaratmaq xatırlanır və Tanrıdan sonra yaradıcıdır qadın. Və biz bugün qadın nəfəsinə, qadın ruhuna, qadın hissinə qonağıq. Xəzərin sahilindəyik. Xəzərin sahilindən hər birinizi salamlayıram və bugün Xəzərin sahilində müasir Azərbaycan quruculuğunda əlbəttə ki, tibb elminin də böyük xidməti var deyə bilərik və belə bir insanı bugün dəvət etmişik və düşünürük ki, müasir tibb elmində öz qatqısı ilə, öz dəyəri ilə, öz xidməti ilə hər hansı bir fayda verməyə çalışan insanlar bugün bizim baş tacımız olmalıdır və eləməz. Bugün də bu mövzuyla bağlı biz çox dəyərli bir xanımı dəvət etmişik. Şəlalə xanım Məmmədova. Şəlalə xanım Məmmədova uzmandır. Artıq bu adı alaraq, onun yüksək səviyyədə diplomunu alaraq belə deyək. Çünki bu günlərdə bu çox vacib məsələdir. Cərrahdır və bütün xanımları, bütün qadınların sağlamlığına rəvac verməyə, fayda verməyə çalışan bir insandır. Doğru mu etdim sualı verəndə Şəlalə Məmmədova suala nə cavab verir? Kesinlikle doğru ettin. Cəmiyyətə bugün, bax, indiki dövrdə hansı fərdi özəlliyi ilə bir töhfə verəcək? Ben düşünürəm ki, başarılmayacaq bir şey yoxdur həyatda. Hər bir kəs başara bilər. Şəlalə xanım həm də bir Borçalı elinin qızıdır. Ora getməkdə məqsədim də Azərbaycana geri dönmək olub hər zaman. Şəlalə xanım, müasir Azərbaycan qadınının düsturu necə olmalıdır desək, nə cavab verərsiniz? Müasir Azərbaycan qadını tam səmimi desəm olar. Əlbəttə. Şəlalə xanım, xoş gəlmisiniz. Çox təşəkkür edirəm. Sizi burada görmək xoşdur. Çünki istənilən qadının inkişafı, istənilən qadının elmi, istənilən qadının tərəqqisi cəmiyyətin tərəqqisidir. Hətta belə bir fikir var ki, söyləyirlər, əgər bir kişi savadsızdırsa, bu bir insanın savadsızlığıdır. Amma bir qadın savadsızdırsa, bu normalda bir ailənin, daha sonra isə bir cəmiyyətin savadsızlığıdır. Bu mənada işıqlı gənclər, fayda verməyə çalışan gənclər, əgər xanımdırsa, bu artıq cəmiyyət üçün ən böyük uğurdur. Xəzərin sahilindəyik. Xəzəri vəsf edin dedikdə və yaxud Xəzərin qoynunda hansısa arzularını dedikdə Şəlalə Məmmədovanın ağlına ilk olaraq nə gəlir? Öncəliklə təşəkkür edirəm dəvətiniz üçün. İlk ağlıma əlbəttə ki, bir Azərbaycan sevən insan kimi Azərbaycanın hər gün daha da gözəlləşməsi və Azərbaycana sağlam körpələr gəlsin. Yəni, ilk arzuladığım şeylər budur və bu amalla da Azərbaycana geri dönmə səbəbim ən çox bu olub ki, yəni cəmiyyətimizin təməli olan körpələr sağlam olsun, o hamilələr doğru düzgün takib edilsin və təməlimiz daha güclü olsun. Bilirsiniz Şəlalə xanım, mən əbəs yerə Xəzərdən söz salmadım. Əvvəla o da mənim kimi, belə deyək ki, öz platonik eşqini tamaşaçılara göndərir, mənimlə bərabər bir aparıcıdır, onun haqqıdır onu xatırlamaq. Çünki biz onun qoynundayıq. Bilirsiniz, istənilən uğurlu insanlar mütləqdir ki, özü-özünə hesabat verir. Mən nə eləyirəm, nə etməliyəm və nə edəcəm, hədəfim nədir? Və belə bir məqamda, belə bir insanların yorulanda ilk tapındığı məkan təbiət qoyunu olur. Və biz də dənizli bir şəhərik. Xəzərimiz bizim dilbər gövşəmizdir və bu Xəzərin yanında, sahilində gəzdikcə insan öz-özünə sanki hesabat verir. İnsan hardan gəlib, hara getdiyinin daha dəqiq fərqinə varır. Bu mənada bir insanın təbiətə verdiyi qiymət onun eyni zamanda bəşəriyyətə verdiyi qiymətdir. Şəlalə Məmmədova da yəqin ki, həssas və müəyyən məqamlarda tapındığı məkan təbiətin qoyunu olur.
Bəli, tamamilə doğrudur. Mən də doğallığı, təbiəti çox sevirəm. Hər şeydən, yəni doğallığı çox sevirəm. Və ən sevdiyim təbiət güşələrindən biri də elə o ormanın bir kənarıdır, yəni. Elə uşaqlıqda da hər zaman Meşə ətrafında. Meşə ətrafı, kənd yeri, belə şeyləri çox sevirəm, yəni. Tamaşaçılarımız üçün, bu bizim verilişin spesifik xüsusiyyətidir. Tamaşaçılarımız üçün məlumat olaraq bildirim ki, Şəlalə xanım bizim uğurlu gənclərimizdən, uğurlu alimlərimizdəndir və Şəlalə xanım bir cərrah olaraq öz təhsilini Azərbaycanda bitirdikdən sonra Türkiyədə davam etdirməyə və orada klassifikasiya almağı qərarlaşır və Şəlalə xanım həm də bir Borçalı elinin qızıdır və bugün nə gözəl ki, biz Xəzərin sahilində elimizin, obamızın layiqli nümayəndəsi kimi öz sözümüzü deyə bilirik. Şəlalə xanım, gələk bu məsələyə, ilkdən gələk bu məsələyə ki, tibb sahəsini seçmək və istənilən insanın uşaq vaxtı arzuları olur, hədəfləri olur. Bu hədəflərə doğru addımlamaq və nəhayətdə bugün bir mərhələmizin müəyyən bir hissəsini keçdiyimiz məqamda doğru mu etdim sualı verəndə Şəlalə Məmmədova suala nə cavab verir? Kesinlikle doğru etdim. Mən ta körpəlikdən, düzdür, qız uşaqlarına soruşanda nə olmaq istəyirsən? Həkim olmaq, oğlanlara da polis olmaq deyərlər genəldə. Amma mən gerçekten də yəni onu uşaq vaxtı da düşünərək, anlayaraq həkimliyi çox sevdiyimi bilirdim, hiss edirdim bunu. Və sevə-sevə də Azərbaycan Tibb Universitetinə qəbul oldum. Amma çox yaxşı bir mütəxəssis olmaq istəyirdim. Yəni daha da gəlişdirmək, özümü daha da, yəni dünyanın harasında o bir söz var, deyir ki, bilim hardadırsa, Çində belə olsa getməmiz lazımdır. Ona görə mən də tıbbda uzmanlıq sınavına çox çətin bir sınav olsa da, yəni düşündüm ki, bunu bəlkə başararam, yəni. Və düşünürəm ki, başarılmayacaq bir şey yoxdur həyatda, hər bir kəs başara bilər. Sadəcə olaraq əmək qoymaq lazımdır, zəhmət qoymaq lazımdır. Bunu düşünərək, planlayaraq və səbir göstərmək lazımdır. Səbir edərsənsə, davamlılıq gəlir və davamlılıq da varsa, sonuca gedib çata bilirsən. Yəni, məqsəd qoymaq çox önəmlidir və ona görə də başarıb geri dönə bildim və məqsədim də, ora getməkdə məqsədim də Azərbaycana geri dönmək olub hər zaman. Çünki Azərbaycan qadın xəstəlikləri və doğum bölümünə hər zaman istəmişəm ki, mənim də bir qatqım olsun, mənim də bir köməyim olsun. Azərbaycanda savadlı ginekoloqlarımız çoxdur əslində. Mənim də bir köməyim olsun. O məqsədlə geri döndüm və həkimlik sənətini seçdiyimə də heç bir zaman peşman olmamışam. Nə qədər çətinliklər olsa da, hər zaman yəni gözümdə bir işıq olub ki, yəni daha da yaxşı olacaq, daha da gözəl olacaq. Yəni bilimimin üstünə biraz da bilim qata biləcəm, yəni. Faydalı olmaq dönə-dönə söylədiyimiz bir məqamdır ki, faydalı olmaq mütləqdir. Əgər biz bu cəmiyyətdə yaşayırıqsa, özümüzdən sonra qoyub gedəcəyimiz bir iz olmalıdır. Biz bugün Şəlalə xanımı qəbul edirik, yəni onun çətinliklərlə aldığı o klassifikasiya ilə bərabər. Şəlalə xanım cəmiyyətə bugün, bax, indiki dövrdə hansı fərdi özəlliyi ilə bir töhfə verəcək? Mən Azərbaycanı çox sevirəm. Yəni, hər kəs vətənini çox sevməlidir. Amma məndə biraz fazladır, türklər demişkən, bir tık yəni, patriot deyə bilərəm. Yəni, Azərbaycana geri dönmək məqsədim o idi ki, həm dediyim kimi, yəni, qadınlarımızın sağlığına yardımcı olum. Sonra o doğulan sağlam körpələrdə bir köməyim olsun. Və eyni zamanda da öyrəndiklərimin hər birini, yəni cərrahi anlamda, müasir əməliyyatlar var, hansı ki, laparoskopik cərrahiyyədir, sonra vajinal cərrahiyyənin Vinots üsuludur falan. Bunların hər birini öyrənmək istəyən bütün gəncliyə öyrətməyə hazıram gənclərə.
Bunu da hər zaman beynimdə öyrəndikcə birilərinə öyrədəcəm, gedəcəm. Yəni hər anlamda vətənimə bir faydam olacaq deyə o gecələr, o yuxusuz gecələri çəkməkdə bir dözüm tapa bilirdim. Çünki gerçəkdən həm bu ixtisası, həkimlik sahəsini, həm ginekologiya sahəsini və həm də Azərbaycanı sevməm məndə o gücü tapdı, verdi ki, mənə o gücü verə bildi ki, yəni başara bilim. Şəlalə xanım, müasir Azərbaycan qadınının düsturu necə olmalıdır desək nə cavab verərsiniz? Müasir Azərbaycan qadını tam səmimi desəm olar. Əlbəttə. Azərbaycan filmi var, orada deyir, adı da Mehribandır, özü də Mehriban. Oradakı o qız, hörüklü qız. Mən sizin üçün nə lazımdırsa taparım. Bu da bizim zamanə gənciləri. Ona məsləhət vermək istəyirsən, amma o sənə ağıl öyrədir. Qızım, bəs sənin adın nədir? Mənə belə gəlir ki, bu qəşəng qızın adı Mehribandır. Adı da Mehribandır, özü də. Sadə olmalıdır Azərbaycan qadını. Azərbaycan qadını hər zamanki kimi güclü olmalıdır. Fiziki gücdən bahs etmirəm. Yəni, mənəvi, hər zamanki kimi, necə deyim, ailəsində də, bilimimizə, elmimizə verdiyi katkıda da hər zamanki kimi öz yerində olmalıdır. Mən əziz tamaşaçılarımız, Şəlalə xanımı tanıyanda bizim çox səmimi bir söhbətimiz alındı. Şəlalə xanım Azərbaycana gəlib faydalı olmaq və hər kəsi öyrətmək, kimlərəsə hansısa çətin bir vəziyyətdə arxa kömək olmaq bir missiyasını hələ ikilikdə söhbət edib deyəndə mən həmən söylədim ki, Şəlalə xanım bu cəmiyyətdə öz sözünü deməyə hazırdır. Çünki insan nə edəcəyini birinci bilməlidir, daha sonra onu tətbiq eləməli. Bilmək ən vacib amillərdən biridir. Bu mənada bəzən deyirlər ki, arzular, ideallar ulduza bənzəyir. Sən onu görürsən, o sənə əl çatmazdır. Amma ona getdiyin yolu bilirsən. Bu mənada arzu ideallarınızın işığında mən inanıram ki, siz uğurlar qazanacaqsınız. Şəlalə xanım, işarə eləyirlər bizə. Bizim reklamlarımızın zamanıdır. Çaydan sizə içməyi tövsiyə edirik. Təşəkkür edirəm. Yəqin ki, Şəlalə xanım, yəni diksiyasından, danışığından həmən hiss etdik ki, bir Türkiyə təhsili alırsınız. Orada da çay ənənəsi var. Və Şəlalə xanım, yorulanda ümumiyyətlə çaya müraciət, çayın faydaları, nə bilim, çay içim, bir özümə gəlim, əməliyyatdan sonra çay içim, əməliyyatdan əvvəl bir çay içim, əhvalım qalxsın deyə bir şey varmı? Yoxsa necə? Kesinlikle var. Zaten biz Azərbaycan xalqı olaraq çayı sevirik. Hətta mahnılar belə yazmışıq çaya. Çay gerçekten de o içindeki kafeinde bir dinlendirici etkisi var yani. Çay hər birimiz müraciət edirik. Doğrudan da dinləndiricidir yəni. Yorğunluğu götürür. Mən də əməliyyatdan sonra açıkçası orada bir şərait olmasa da, vaxtımız olmasa da evə gələndə mütləq girəndə ilk işim çaydanı qazın üstünə qoymaq olar. Yəqin ki, bir Bakı çayından ötürü darıxmısınız da, yəni o dadır. Mən Türkiyədə olanda, təbii ki, başqa yerlərdə də çayların, hərəsinin özünə məxsus dadı var. Orada da olanda düzdür, oranın öz dadı özünə məxsusdur. Amma Bakıya gəlib, Bakıda o çayı içəndən sonra oh deyib bir oturursan ki, nəhayət ki, ölkəndəsən və ağzında da gəldi. Doğrudur, gerçəkdən. Bu da Azərbaycan brendidir, Hacı Seylon çaylarıdır. Əziz tamaşaçılarımız, Hacı Seylon çaylarını içə-içə biz söhbət edirik. Ümid edirik, siz də bizimləsiniz. Qısa bir aradan sonra buradayıq və çox dəyərli bir həkim bizim qonağımızdır. Uzmanlıq dərəcəsini almış bir xanımdır və çox yüksək ideallarla buradadır. Biz də ümid edirik ki, onun bu bir müddətdən sonra Şəlalə xanım artıq bir neçə uğurların təhlilini biz burada edərik. Çünki Xəzər çox insanlara qucaq açıb. Qısa aradan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Ata-ana olmaq təkcə
bioloji varlıq olaraq onlara sahiblənmək və yaxud da onları dünyaya gətirmək deyil. Heç bir vasitə oğlan və qızı doğru söyləməz. Sadəcə odur, yəni. Mən Azərbaycana son gəlişimdə gerçəkdən Azərbaycan gənclərinin düşüncəsini biraz daha gözəl gördüm əslində. Dünyaya gələn körpələr bizim millətin təməlidir. Uğurlu qadın hansı xüsusiyyətlərə cavab verməlidir? Mən düşünürəm ki, birinci növbədə insan xəyal etməlidir. Və sizin üçün olmazsa olmaz nədir? Azərbaycan qadını hər zamanki kimi başı uca və alnı açıq hərəkətlər etməlidir. Reklamlarımız bitdi. Əziz tamaşaçılarımız, Xəzərin sahilindən sizi salamlayırıq. Yenicə qoşulan tamaşaçılarımız, hər birinizin hər vaxtınız xeyirli, uğurlu olsun. Xəzər qədər geniş qəlbləriniz olsun və bu geniş qəlblərinizə sevgilər yerləşsin və sevgilər həqiqətən ailənizə, uşaqlarınıza, övladlarınıza, vətəninizə, peşənizə olsun. Bax, bu arzu niyyətlə biz sizinlə bərabərik və bu arzu niyyətlə də ölkəsinə dönmüş və fəaliyyət göstərən bir xanım bizim studiyanın qonağıdır. Şəlalə xanım Məmmədova cərrahdır, ginekoloq uzmandır. Beləmi səslənir? Qadın xəstəlikləri və doğum uzmanı. Doğum uzmanıdır və mən Şəlalə xanımı tanıyar-tanımaz, bax, onun vətənə vermək istədiyi və başladığı bu faydalı işdə ona bir dəstək olmağı düşündüm. Şəlalə xanım, deyirlər ki, yaxşı başlanğıc uğurun yarısı deməkdir artıq. Bilirsiniz, bir insanın yaxşı başlanğıcla gəlməsi artıq gördüyü işin tam da yarısıdır deyə bilərik. Siz xanımlarla ünsiyyətdə olursunuz, nəinki xanımlarla, ailələrlə ünsiyyətdə olursunuz. Elə qardaş Türkiyədə də, ölkəmizdə də buna qədər də çalışmışdınız. Və bizim indi demoqrafik inkişafımızda o övladların, oğlanların, qızların müəyyən mənada say seçimi də bizim üçün çox vacibdir. Biz bugün durub da bir 30 il, 40 il, 50 ilin proqnozunu verib bugündən ona doğru bir yol almalıyıq. Sizə müraciət edən valideynlər, sizə müraciət edən həm gənc valideynlər, həm bir neçə, tutaq ki, övladları olan valideynlər ilk olaraq hansı məsələ onlar üçün prioritet olur? Dünyaya övlad gətirmək və yaxud da ki, bunun oğlan və ya qız olsun, ya oğlan olmalıdır, ya qız olmalıdır məsələsi hələ də gündəmdədirmi? Maalesef, təəssüf ki, hələ də gündəmdədir. Daha çox da, məsələ, 3-4 qız uşağı olan valideynlər oğlan uşağının olmasını istəyirlər. Hətta hesablama, necə hesablaya bilərik bunu filan deyirlər. Mən bunu normal bulmuram. Çünki hər şeyin doğallığı, yəni Allah nə verdisə o belə deyək də. Və oğlan qızı seçmək mənim düşüncəmə görə doğru deyil. Övlad övladdır. Yəni sağlam olsun, önəmli olan odur. Amma doğrudan da bu cümlələrlə gələn valideynlər də vardı. Doktor, önəmli deyil, heç mənə cinsiyyəti söyləməyin, sağlığı önəmlidir. Belə deyən valideynlərimiz də var. Ona görə də məncə heç gərək yoxdur cinsiyyət seçiminə. Və bunu da söyləyim ki, cinsiyyət seçiminin preimplantasyon genetik tanı yöntəmi var. Tüp bəbək döngüsünün bir qoludur o da. Yəni ondan başqa heç bir vasitə oğlan və qızı doğru söyləməz. Sadəcə odur, yəni. Ki ona belə gərək yoxdur. Məncə sağlam uşaq dünyaya gətirmək daha böyük bir düşüncə olmalıdır. Yəni olurmu ki, sizin təcrübənizdə və əminəm ki də olur, təcrübənizdə siz atanı və yaxud ananı heç cürə yola gətirə bilmirsiniz. Çünki ata-ana olmaq təkcə bioloji varlıq olaraq onlara sahiblənmək və yaxud da onları dünyaya gətirmək deyil. İlk olaraq ata-ana özünü tanıyıb, özünə bir qarşıya məqsəd qoymalıdır ki, mən ana olmağa, ata olmağa hazırammı? Daha sonra bu addımı atmalıdır. Bax, bu yöndə sizin o valideynlərə tövsiyələriniz nə olur? Bilirsiniz, bizdə bir stereotip var da, ailə qurulanda həmən bu valideynlərin ana olması tövsiyə olunur. Yəni ki, niyə övladın yoxdur? Amma gəlin görək, o ata, o ana əvvəlcə psixoloji olaraq övlad olmağa hazırdılar, yoxsa yox? Bax, belə, təbii ki, bu psixoloqların işidir, amma
psixoloqlardan öncə nə təəssüf ki, bizim valideynlərimiz, gənc valideynlər xüsusən də birinci psixoloqa gedib sonra hər hansı bir həkimə getmirlər. Birinci həkimə gedirlər, daha sonra orada bir problem yaşananda həkim onları psixoloqa yönəldir. Belə olduğu təqdirdə siz onlara valideyn ola bilmə hazırlığını mənəvi cəhətdən necə aparırsınız? Əlbəttə ki, doğru deyirsiniz. Övlad sahibi olmaq, uşaq dünyaya gətirmək böyük bir məharət deyil. Önəmli olan o uşaq dünyaya gələnə qədər o hamiləliyi sağlıqlı bir şəkildə sürdürmək, yəni yediyinə, içdiyinə, hərəkətlərinə, necə deyim, günlük rejiminə, həkimə vaxtında kontrol getməsinə diqqət etməlidir və bu uşağın gələcəyini düşünməlidir, onun cinsiyyətini və yaxud da başqa şeyi deyil. Belə valideynlərimiz də çoxdur. Hal-hazırda mən Azərbaycana son gəlişimdə gerçəkdən Azərbaycan gənclərinin düşüncəsini biraz daha gözəl gördüm əslində. Çünki hər biri hamiləlikdə vaxtına kontrol gəlməyi planlayırlar, soruşurlar və sağlam uşaq dünyaya gətirmək üçün daha nə etməliyik, hər şeylərini tək-tək soruşurlar, biz də cavablayırıq. Yəni, hər cür ailələr vardır, amma yenə də deyirəm, önəmli olan o uşağın sağlığıdır, gətirilən uşağın dünyaya sağlığıdır. Çünki dünyaya gələn körpələr bizim millətin təməlidir. Yəni, onlar o qədər sağlam və doğru düzgün hamiləlikdə də yetişdirilməlidir, doğurtulmalıdır ki, millətimiz də təməli güclü olsun. Bax, çox yaxşı bir qanunvericiliyimizdə çox yaxşı bir nüansa vacibliyini önə çəkdilər ki, ailə qurmamışdan öncə oğlan və qız analiz verməlidir və onun nəticələrinə əsasən onlar artıq qanunvericilik qarşısında ər-arvad hesab oluna bilərlər. Və bu çox yaxşı da olardı ki, onların valideyn ola bilmə, yəni bunlar ona hazırdırmı kimi bir test də keçirilsin. Daha sonra onlar psixoloji test də ola bilər. Yəni nevropatoloqlar artıq ona tibbi nöqteyi nəzərdən yanaşırlar. Bu da ola bilər. Psixiatrlar daha önəmlidir. Yəni bu çox vacibdir ki, biz son zamanlar ailələrdə ailə davamsızlığına rast gəlirik və ailə davamsızlığı qısa müddətli ailə çərçivəsində böyüyən uşaq da mütləqdir ki, travmatik böyüyür. Atasız və yaxud anasız böyüyən uşaqdan biz mütləq birinci gərək onu formalaşdıraq, daha sonra onu hansısa bir yönə çəkək. Bu da çətin proses olur. Sağlıqdan öncə də bu məsələlər önə çəkiləsi məsələdir. Şəlalə xanım, uğurlu qadın hansı xüsusiyyətlərə cavab verməlidir? Necə etmək lazımdır ki, bax biz bugün çox gözəl sözlər danışırıq, hər şey əla olmalıdır deyirik. Əlbəttə olmalıdır sözün arxasında onun bir süjet xətti var, necə olmalıdır? Bugün Şəlalə Məmmədova uğurlu qadın olaraq, cəmiyyətə aydın olaraq gəlmiş və fəaliyyət göstərən biridir. Uğurlu qadını necə biz formalaşdıraq? Mən düşünürəm ki, birinci növbədə insan xəyal etməlidir. Məsələ deyirlər, xəyalpərvər olmaq yaxşı bir şey deyil. Sadəcə xəyalpərvər deyil, xəyal etməliyik, sonra da o xəyalın arxasınca getmək. Yəni, başlamaq işi görməyin yarısıdır, mən elə düşünürəm ki. Yəni, xəyal etdiyimiz bir şeyin arxasıca məntiqli bir şəkildə davam edib, oraya dediyim kimi əmək qoyaraq hər bir başarını, hər bir IQ-su yerində olan insan əldə edə bilər. O demək deyil ki, məsələn, mən getmişəm, başarmışam və başqa biri də onu başara bilməz. Hər bir kəs başara bilər. Sadəcə, başarılı qadınla, insanla, başarılı olmayan insanı fərqləndirən şey əməkdir. Əmək qoyulmalıdır. Ondan başqa, mən düşünürəm ki, başarılı qadın həm işində başarılı olmalıdır və ailəsini də tuta bilməlidir mümkün olduğu qədər. Yəni, ailə də çox önəmlidir, sağlam uşaqlar dünyaya gətirmək də çox önəmlidir, mən belə düşünürəm.
Və bunun üçün biraz güzəştə də getməlidir bir-birinə. Yəni həm qadın, sadəcə qadın deyil. Yəni qadın zəifdir, düşüncələri olmamalıdır. Qadını əzmək, bu şeylər olmamalıdır. Düşünürəm ki, həm qadın, həm kişi hər ikisi də bir-birinə kompromisə getməlidir. Ağıllı qadın, başarılı qadın kompromisə gedə bilən bir qadındır mənim düşüncəmə görə. Və Azərbaycan qadını hər zamanki kimi başı uca və alnı açıq hərəkətlər etməlidir. Hər bir hərəkəti ilə, geyimi ilə də, davranışları ilə də, təhsili ilə də, ailəsinə olan, həyat yoldaşına olan münasibəti ilə də, hər şeyi ilə məncə əvvəlki o Azərbaycan qadını obrazını qoruyub saxlamalıdır. Mən belə düşünürəm. Bəs sizin üçün olmazsa olmaz nədir? Mənim üçün olmazsa olmaz ailə və iş həyatımdakı uğura çatmaq, o məqsəd. Yəni, heç bir şeyi yarıda buraxmaq mənə görə deyil. Başladımsa o məsələ bitməlidir. Bu bir hırs deyil. Məsələ, türk arkadaşlarımız vardı. Bəzən deyirdilər ki, hırslısan sən biraz. Amma məncə ona hırs deməzdim mən. Məntiqli bir şəkildə bir işin arxasınca gedirəm və bu işin arxasında nə qədər xəyallar, nə qədər arzular, nə qədər məqsədlər var. O məqsədləri bayaq da saydım. Həm vətənimə bir qatqım olsun, bir köməyim olsun bu bilimin içində. Həm ailəmə köməyim olsun, həm özümün içimdəki o arzular başa çatmış olsun. Çünki tibb yolu çox çətin bir yoldur. Yəni, ta orta məktəbdən başlayırsan, çox yaxşı oxuyan bir uşaq olmalısan. Sonra tibb universitetini qazanmaq çox çətindir, hamı bilir. Ondan sonra başlayırsan, daha da özünü gəlişdirirsən, Türkiyədə uzmanlığa gedim. Gecə-gündüz oxuyursan. Məsələn, bəzən soruşurlar ki, sən hələ də oxuyursan. Amma tibb elə bir sahədir ki, orada hər gün minimum 3-4 saat mütaliə eləməlisən, oxumalısan. Tibb həddindən çox sürətli inkişaf edir, onu takib eləməlisən. Yəni, heç bir şey gözdən qaçmamalıdır. Dünən yeni çıxan məlumat bugün bizim bilgimizdə olmalıdır, bilgimiz daxilində olmalıdır. Həm də köhnə sayıla bilir. Həm də köhnə sayıla bilir və hər şeydən ayıq olmalıyıq və aktiv olmalıyıq. O anlamda. Sizin hırs dediyiniz məqama bir aydınlıq gətirmək istəyirəm. Bir gün tələbəsi Sakratdan uğurun sirrini soruşur ki, uğurun sirri nədir? Sakrat ona arxamca gəl deyir və bir müddət gedəndən sonra gölə yaxınlaşırlar. Sakrat cəld bir hərəkətlə tələbənin başından tutur və gölə salır başını və qaldırır, bir də salır. Tələbə axırıncı dəfə salanda tələbənin artıq çabasının son anını görəndə qaldırır və ondan soruşur. Sənin başın suyun içində olanda, boğulanda nə istədin? Adam deyir ki, hava, yalnız hava. Deyir, sən bunu necə istədin? Deyir, bütün varlığımla istədim, xilas olun. Deyir ki, uğurun da açarı istəməkdir və o arzuya çatmaqdır. Yəni, zəif odun, ocağı nə qədər insanı isidə bilərsə, bir o qədər də, yəni arzuya çatmaq üçün sən onu dediyiniz o hırsla çatmalısan. O odla, alovla çatmalısan ki, sən bəlli gəldiyin bir nöqtəyə bax o alovunu, istini verə biləsən. Şəlalə xanım, uğurun açarı həm də sağlam olmaqdır. Ona görə də yenə sizə bu çaydan içməyi tövsiyə edirəm. Bu Hacı Seylon çaylarıdır, qeyd etdiyim kimi. Əziz tamaşaçılarımız, Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Bir qadın nəfəsi ilə buradayıq. Xəzərin sahilində bugün hava çox gözəldir, günəşlidir və qadın enerjisinin istisi də bax bu məkana sirayət eləyir və ümid edirəm siz də bizimlə bu istini hiss edirsiniz. Qısa aradan sonra buradayıq, kanal dəyişməyin. Verilişin baş sponsoru Hacı Seylon çayları. Çayın faydalarını hər kəs bilir və ona görə də biz əzizlərimizi, dostlarımızı hər zaman çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, əsl keyfiyyətli dəmlənmiş çay insanın əhval-ruhiyyəsinə çox yaxşı təsir edir. Bəs bu çayı necə seçib alarıq? Desəniz, bunun bir cavabı var. Bu, Hacı Seylon çaylarıdır. Niyə məhz Hacı Seylon çayları? Ona görə ki, Hacı Seylon çayları Şri Lanka torpaqlarında yetişdirilən
kolların pöhrələrindən hazırlanır. Və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir və bu Hacı Seylon çaylarında var. Bəs biz bu çayları hardan seçib alaq deyə sorsanız, bunun çox asan və bir cavabı var. Tayga Store marketlərindən və digər şəhərimizdə fəaliyyət göstərən market şəbəkələrindən əldə edə bilərsiniz. Və məlumat üçün deyək ki, yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Daha çox məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hər biriniz sevdiklərinizin ətrafında olasınız və hər birinizin süfrənizdən əsl dəmlənmiş keyfiyyətli çay əskik olmasın. Hacı Çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Bu cəmiyyətdə əlbəttə ki, bir mənalı qarşılanmayacaq və qarşılanmamalıdır da. Həyatda da, yəni qısqanclıqlar olur, əngəl olmaq istəyənlər olur. Onların heç birini görməyəcəksən. Hər zaman deyirlər, istedadsızlar öz-özlərinə yol tapacaq, istedadlıya yol vermək lazımdır, ona kömək eləmək lazımdır. Bu yoldakı insanlar bilir, çox çətindir. Cərrahi branşda biraz daha da çox çətindir. Ən böyük biclik düzlükdür. Yəni düz olacaqsan. Həkimlərin səhvi artıq keçilməz səhvdir, çünki bir insan taleyidir. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız və biz yenidən sizinlə bərabərik. Yenicə qoşulan bütün tamaşaçılarımızı salamlayıram. Xəzərin sahilindəyik və Xəzərin sahilində bugün biz qadın nəfəsinə, qadın ruhuna, qadın işığına, qadın gözəlliyinə toplaşmışıq deyə bilərik. Çünki biz arzu eləyirik ki, ümid eləyirik ki, tamaşaçılarımız çoxdur və bizi izləyirlər. Biz Xəzərin sahilində sağlam ailə təməli, uğurlu qadın simvolu və uğurlu qadının cəmiyyətdə özünü tutunma səbəbləri və bütün bunları özündə birləşdirən, əks etdirən və yaratmağa çalışan bir xanımın simasında danışırıq. Şəlalə xanım Məmmədova bizim qonağımızdır. Şəlalə xanım uzmandır, bəli uzmandır və artıq bunun təsdiqini alaraq öz çabası ilə, öz çalışqanlığı ilə, öz uğura getdiyi, qeyd etdiyi kimi hırsı ilə bugün öz sözünü deməyə və cəmiyyətə faydalı olmağa çalışır və biz də əlbəttə ki, buna çox sevinirik və bunun belə olması üçün, hər kəsdə belə olması üçün biz çalışırıq. Bax, bu dəqiqələr, bu anlar sizə Hacı Seylon çaylarının baş sponsorluğu ilə təqdim olunur. Qaldığımız yerdən davam edirik. Şəlalə xanım, əlbəttə ki, orada asan olmur orada fəaliyyəti göstərmək və bu nəticəni almaq. Çünki sən orada birinci insan olaraq, hər kim olursa olsun, sən orada özünün əvvəla kimliyini, mövqeyini təsdiq edirsən, daha sonra sənin elminə qiymət verilir. Bu hər yerdə belədir. Köynəyin bir düyməsi səhv düymələnəndə sona qədər o artıq səhv gedir. Ona görə ən xırda detalı başlanğıcdan doğru qoymaq lazımdır. Və sizin gəldiyiniz həyat təcrübəsi və orada gördükləriniz və bugün də ondan dərs alaraq nəticə çıxartmaq, bax, belə bir hadisə, belə bir dönüş yarada biləcək bir nüans varmı? Oradakı uzmanlıq asistanlığı, ümumiyyətlə bu yoldakı insanlar bilir, çox çətindir. Cərrahi branşda biraz daha da çox çətindir. Çünki sistem elədir ki, cərrahiyyədə biraz hiyerarşi var. Yəni bir üstdəki, bir altdakını sıxaraq, yəni eğitim alma şəklidir. Mən çox bəyənirəm. Nəyə görə? Çünki elə olmasa o ağırlığı heç kim çəkə bilməz. Onun içində bir o sistem olmalıdır. Bir də aşırı sevgi olmalıdır. İşinə aşırı sevgi olmalıdır. Yoxsa gerçəkdən dayanılmaz. Çünki növbədə olursa, növbədən sonra 36-40 saat yenə də işləməyə davam edirsən. Yəni yuxusuz. Bu şəkildə əməliyyatlar edirsən, bu şəkildə xəstələr qəbul edirsən.
Buna dayanmaq üçün böyük bir sevgi olmalıdır, dediyim kimi. Bir də biraz qorxu olmalıdır, yəni bir üstdəkindən qorxma. Bu gözəl sistemdir. Məncə eğitim sistemində bunun olması önəmlidir. Yəni qorxu dediyim ciddiyyət, yəni aşırı ciddiyyət və məsuliyyət yükləyirlər. Və mən düşünürəm ki, Türkiyədəki tibb təhsili məncə dünyanın hər yerindən çox güclüdür. Nəyə görə hər yerindən güclüdür deməyə bu qədər cəsarət edirəm? Çünki orada aşama-aşama gəlirsən baş asistan olmağa. Mərhələ-mərhələ. Yəni, öncə səni görürlər, sən nə qədər bacara bilməlisən ki, onu sənə verərlər. Və baş asistan olanda isə tamamilə əməliyyatı sənə buraxırlar və sən sərbəst əməliyyatı eləyirsən və tamamilə yetişirsən, elə gəlirsən çalışmağa. Ya ölkəsinə gəlir, kimisi Türkiyədə qalır, kimisi başqa şəhərlərə gedir. Ona görə məncə bu Türkiyədəki tibb təhsili hətta Avropadan da üstündür. Çünki Avropada hansısa xəstəni birinci cərrah kimi həkimin əlinə vermək biraz çox uzun illərə başa gəlir və mənim üçün ən güclü təhsil Türkiyədəki təhsildir, tibb təhsilindən bəhs edirəm. Yəni bu çətinliklərə də dayanmaq üçün dediyim kimi həddindən çox işini sevmək lazımdır. Bir disiplin lazımdır, məqsədin olmalıdır ki, mən bunları eləyəcəm, heç bir şeyə, heç bir baskıya, heç bir həyatda da, yəni qısqanclıqlar olur, əngəl olmaq istəyənlər olur. Onların heç birini görməyəcəksən, dümdüz sənin getmək istədiyin nöqtəyə baxacaqsan. Bu şəkildə də və işin içində də vətəninə dönmək, birilərinə faydalı olmaq, gerçəkdən faydalı olmaqdır mənim niyyətim. Maddiyyat, pul, para hər biri zaten olur. Mən düşünürəm ki, ən böyük biclik düzlükdür. Yəni düz olacaqsan, xəstələri düşünəcəksən, onların sağlamlığını düşünəcəksən və bu niyyətlə də öz vətənimə dönmək planladım. Yəni. Bu çox lazımlı yanaşmadır. Bu son dönəmlər baş verən hadisələr tibb sahəsində, baş verən o həyat hekayələrinin bir yerdə bir həkim, məsuliyyətsiz həkim ucbatından bir həyat hekayələrinin bitməsi bizi çox incidir, çox acıdır və əlbəttə ki, uğurlu insanlara, o uğursuz hər zaman deyiləri, istedadsızlar öz-özlərinə yol tapacaq, istedadlıya yol vermək lazımdır, ona kömək eləmək lazımdır. Elə yeri gəlmişkən burada yenə bir kiçik bir hekayə, belə deyək ki, xatırlatmaq məncə yerinə düşər. Bir mötəbər insan oturduğu yerdə biri ona küfr eləyir, onu təhqir edir, ona nalayiq sözlər deyir. Mötəbər adam ona cavab vermir. Bunu görən çox səliqəli geyinmiş, zəngin bir adam ona kinayə ilə baxır, deyir ki, necə olur, sənə bu qədər təhqiramiz sözlər deyildi və sən ona cavab vermədin. Niyə vermədin? Mötəbər adam gülümsüyür və durur, deyir, gəl arxamca. Gedir, bir tozlu otaq olur. O tozlu otaq aparır və oradan bir çirkli, nimdaş bir paltarı götürür. Həmin bu səliqəli, geyinmiş, zadəgan, imkanlı bir şəxsə verir. Deyir, al bunu geyin. O baxır, deyir, sən nə danışırsan? Bunu mən necə geyinim? Deyir, götür geyin və üstünə atmaq istəyəndə zadəgan adam onu götürür və çəkilir. Deyir, niyə geyinmədin? Deyir, axı bu mənə olmaz, mənə layiq deyil. Deyir, bəs onda necə olur ki, sən sənə deyilən o nalayiq sözləri özünə götürüb cavab vermək istəyirsən? Demək ki, o sənə layiq deyil deyə sən ondan kənar gəzəcəksən. Bilirsiniz, sizin də bu ümumiyyətlə son zamanlar məhz tibb sahəsində baş verənlər bizim hamımızı acıdır. Bu mənada bir həkimin peşəsindən öncə onun bir insan olması, peşəsindən öncə mütəxəssis olması və sən əgər mütəxəssis deyilsənsə, bunun diplomunu almamısansa, hansı cəsarətlə, hansı ürəklə cahilin cəsarəti və hansı sən risklə hansısa bir həyatı məsuliyyətini üzərinə götürürsən. Bu cəmiyyətdə əlbəttə ki, bir mənalı qarşılanmayacaq və qarşılanmamalıdır da. Ona görə sizi kimi insanların gedib, bax orada mən şahidəm, ona görə ürəklə danışıram, böyük çətinliklə o təhsili almanızı, uzmanlıq mərhələnizə çatmanız və gəlib burada faydalı olmaq çabasına dəstək olmaq mütləqdir. Təşəkkür edirəm. Mən düşünürəm ki, hər kəs kimdirsə onu göstərməlidir.
Yəni şişirtməyə, pafoslu bir şəkildə təqdimata, yəni olmayan şeylərə gərək yoxdur. Kimsə onu göstərməlidir və hər kəs başardığı işin qulpundan tutmalıdır. Mən bunu düşünürəm. Yəni eləyə bildiyini də, eləyə bilmədiyini də edib insanların sağlamlığına xətər yetirməməliyik məncə. Düzdür, belə bir şeylər olur Azərbaycanda bəzən, amma çox savadlı və çox bilgili həkimlərimiz həddindən çoxdur, Fəxriyə xanım. Bəli. Gerçəkdən çoxdur. Yəni hər sahədə çoxdur. Bu dəqiqə uzmanlarımız geri dönüb, Azərbaycan Tibb Universitetinin rezidenturanı bitirən həkimlərimiz var. Çox savadlı həkimlərimiz var, çox şükür. Ona görə də həkimlərimizin dəyərini bilək məncə. Yəni o bəzən elə şeylər də olacaq, negativ hallar. Amma onların da olmaması lazımdır. Həkimlik elə bir sahədir ki, o bir peşədən ziyadə bir missiyadır. Yəni insanlar sağlığını ona verir. Yəni kasıbından tut, zəngininə qədər, çirkinindən tut, gözəlinə qədər. Yəni hər kəsin son ümid yeridir. Göydə Allah, yerdə həkim deyərlər. Ona görə də insanların güvəni bizdən itməməlidir. Sadəcə bunu demək istəyirəm. Və dəyərli həkimlər, özünə dəyər verən həkimlər zaten kimdirsə onu göstərir. Nəyi bacarırsa onu eləyir. Kim ki elə deyil, onlar artıq, mən demək istəmirəm, onlar artıq özləri bilir, onlar kimdir. Bu təkcə həkimlik sahəsində deyil, bütün sahələrdə belədir. Bəli. Sadəcə həkimlərin səhvi artıq keçilməz səhvdir. Çünki bir insan taleyidir. Bu mənada onların gördükləri iş daha qabarıq öz əksini tapır. Amma bu bütün sahələrdə belədir. Əgər sən bir mütəxəssis olaraq hər hansı bir mövqeyini tutursansa, bir postun sahibisənsə, bir zəhmətdə o postu layiqincə həyata keçir, layiqincə təmsil et. Əks təqdirdə zaten yarı yolda qalacaqsan, elə bəri başdan buna başlama. Bilirsiniz, siz bayaq bir yaxşı söz dediniz ki, ən böyük, əslində bu ümumi bir sözdür, ən böyük biclik düzlükdür. Yəni ki, bunu anlamaq lazımdır ki, sən bilmədiyin iş yarıda qalacaq adam. Yəni, sən elə bunu bəri başdan bir başlama ki, yarı yolda da rəzil olub dönməyəsən. Yəni ki, buna görə bunları düşünmək çox vacibdir. Biz tamaşaçılarımızdan bizi izləyən mütəxəssislər var. Mən bilirəm ki, bu layihəni izləyən çox sayılı müxtəlif sahənin adamları var. İnanın, əmin olun ki, hər birimiz öz işimizi layiqincə görəriksə, bu bizim uğurumuzdur. Bəzən mən qarşı tərəfdə bizdə çalışan bir sıra insanlara da deyirəm ki, sizi ən başlıcası insan özümə görə sevməliyəm. Çünki sizin işiniz yaxşı olanda mənim işim yaxşı olur. Məni də kimsə özünə görə sevməlidir. Çünki mənim işim yaxşı olursa, onun da işi yaxşı olur. Zəncirvari biz bir-birimizin yaxşılarımızı seçməliyik ki, bizim də işimiz uğurlu geçsin. Əks təqdirdə mümkün deyil. Şadiyə xanım, artıq zaman deyə bir məhfum var ki, hər dəfə bu sözü söyləyirik. Biz onun qarşısında acizik. Zamanımız bitmək üzrədir və sizi tanımaq çox xoş oldu və sizin arzu istəklərinizə qoşuluruq. Və biz də istərdik ki, hər kəs cəmiyyətə faydalı olsun. Bu gəlişi gözəl sözlər deyil, pafoslu sözlər deyil, bu belə gözəl sözlər naminə deyilən sağlıq deyil. Bu, bizim yaşamaq istədiyimiz və görmək istədiyimiz cəmiyyətin ən vacib amilidir. Bu mənada sizdən də fikirlərinizi eşitmək istəyirik ki, siz bu cəmiyyətə nə demək istəyirsiniz? Xanımlarımıza, gənc valideyn olmaq istəyənlərə, ümumiyyətlə bir Azərbaycan qadınına. Mən özəlliklə də xanımlarımıza demək istəyirəm ki, vaxtı-vaxtında həkim kontrollarını axsatmasınlar. Nəyə görə? Çünki elə xəstəliklər var ki, tamamilə səssiz gedir. Bunların qarşısını almaq üçün mütləq olunmalıdır. Rutin kontrollərimiz var. Yəni, neçə ildən bir baxılması gerəkən şeylər var. Mən hər birinin tək-tək adını söyləmək istəmirəm. Kontrolları axsatmasınlar. Ailə qurmağa hazırlaşan olan qızlarımıza məsləhət görürəm ki, ailə qurmadan öncə yenə də mütləq bir kontrolə gəlməlidirlər. Ondan sonra daha sağlıqlı uşaq dünyaya gətirmək üçün və psixolojik olaraq ailə qurmağa, ailə qurduqdan sonra da mən hələ uşaq istəmirəm fikrini mən normal bulmuram. Yəni, doğru deyil, mən normal bulmuram. Çünki siz tipik Azərbaycan mental qaydalarına o zaman ailə qurmağı gecikdirsinlər.
ailə, yəni nişanlı qalsınlar, belə deyək, ya da sevgili qalsınlar, ailə qurduysa, mən düşünürəm ki, yəni onun qarşısını almamalılar ən azından, öz-özünə hamilə qalsınlar. Çünki hal-hazırda artıq o qədər yəni problemlər yarana bilər, açıq bir qapı olur, artıq infeksiyon problemlər yarana bilər, başqa bir fərqli şeylər yarana bilər. Yəni niyə özümüzü riskə ataq ki, sağlam uşaq hər şey zamanında olsa gözəldir. Yəni vaxtında sağlam uşaqlar dünyaya gəlsin, sonra yenə karyerini qura bilərlər. Yəni və yaxud da hər ikisini. Mən məsələn həm karyerini, həm ailəni bərabər yürütməyə çalışdım və çox şükür ki, başardım da. Ona görə mən dediyim kimi yenə də əmək qoyaraq hər bir şey əldə edə bilərlər və sağlamlığımıza diqqət edəlim, gec qalmayalım. Yəni gec qalmaq çünki sonradan yəni yardımcı ola bilmədiyimiz durumlar yaranır. Yəni biz istəməsək də ola bilir. Vaxtında gəlsəydilər, amma elə olmazdı. Doğru. Şahilə xanım, sizə sonsuz təşəkkür edirik və sizə gözəl bir hədiyyəmiz var. Qadına nə yaraşır? Əlbəttə ki, qadına gözəl bir gül yaraşır. Bu gül buketi sizindir. Çox təşəkkür edirəm. Bu gül buketi bizim dəyərli ağ çiçəyimizdən olan gül buketidir və düşünürəm ki, bütün xanımlar gözəlliyə layiqdir və bütün xanımlar əl-alvan enerjiyə layiqdir. Ona görə 30 ildir fəaliyyət göstərən ağ çiçəyimin hər zaman çiçəklərindən biz yararlanırıq. Daha bir hədiyyəmiz isə, bax, veriliş boyu içdiniz, təriflədiniz, bəyəndiyinizi söylədiniz. Biz istəyirik ki, əməliyyatlardan sonra siz də gedəsiniz, bax, bu çayı dəmləyəsiniz və yorğunluğunuzu bu çayla çıxarasınız. Çünki Hacı Seylon çayları əsl Azərbaycan brendidir və Şəlalə xanım, bax, burada gördüyünüz bu keyfiyyət nişanı var ha, bu keyfiyyət nişanını Şirlanka hökuməti vurur bu məhsulun üzərinə və keyfiyyətinə əmin olmadığı heç bir məhsula bunun vurulmasına icazə verir. Bax, bunda da var. Maşallah. Təşəkkür edirəm. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Deyirlər ki, sevgi ilə məharət bir araya gələndə əsl sənət incisi yaranır. Bu bütün sahələrdə belədir. Sevgi ilə məharətin bir araya gəlməsi və hər zamanda gözəl sənət əsərlərinin yaranması arzusu ilə sizə hələlik söyləyirik. Görüşmək ümidi ilə Allah amanında. Təşəkkür edirəm.